Vahabilər və başqaları, ən çox Vahabilər başlayırlar şiələrə ki, siz Allaha şərik qoşursunuz, imamları Allaha şərik qoşursunuz, imamlardan istəyirsiniz, Allahdan gərək istəyirsiniz. Mən həmin o Vahabilərə deyirəm ki, bəs siz o xidmət elədiyiniz xristianlar İsa Peyğəmbəri Allahın oğlu hesab eləyirlər və ya o xidmət elədiyiniz Yəhudilər Üzeyr Peyğəmbəri Allahın oğlu hesab eləyirlər. Onda Allaha şərik qoşmurlar olar. Və ya dünyada o qədər otpərəstlər, bütpərəstlər, inəkpərəstlər, nə bilim aypərəstlər, günəşpərəstlər, hər bir şeylərə, bütpərəstlər, yəni hər bir şeylərə ibadət eləyənlər var. Onlar Allaha şərik qoşmurlar. Heç birisi şərik qoşmadı, amma şiələrə gələndə şiələr başladılar şərik qoşmağa. Allah Bəqərə surəsində Adəmi yaradanda dedi ki, bütün mələklərə dedi ki, Adəmə səcdə edin. Və ya onda Allah özünə şərik qoşdu. Allaha səcdə eləmək lazımdır da, düzdür, namaz odur ki, Allaha səcdə eləsən. Amma Allah orada dedi ki, Adəmə səcdə eləyin. Orada sizin kimi iblislər başladılar ki, yox, biz Adəmə səcdə eləmirik. Və ya məsəl üçün Yusuf Peyğəmbər, Yusuf surəsində Yusuf Peyğəmbər öz köynəyini göndərir. Deyir ki, Allahın izni ilə bu köynəyi atam Yaqub Peyğəmbər gözünə çəksin, gözləri açılsın. Onda Yusuf Peyğəmbər köynəyi Allaha şərik qoşurdu. Cansız köynəkdir də. Allaha şərik qoşurdu. Həmin o köynək bilirsiniz hardan gəlib? O köynək İbrahim Peyğəmbərə Nəmrud, İbrahim Peyğəmbəri ki, o da atır ki, yandıra. Həmin onda Allah o köynəyi cənnətdən göndərir Cəbrail vasitəsilə. Qurandadır. Cəbrail vasitəsilə göndərir ki, ya İbrahim, bunu giyin-ginən, bunun köməkliyi ilə mən səni oddan qoruyacağam. Yaxşı, onda Allah özünə şərik qoşur. Allah özünə şərik qoşur ki, köynəyi ala giyin-ginən. Bəyəm Allah özü oradan oddan xilas eləyə bilməzdi. Görürsünüz, vasitədir, vəsilədir. Maidə surəsinin 35-ci ayəsində Allah dərgahına özünüzə vəsilə seçin gəlin. Baxın, bir məsəl üçün neysə, bax, ruzunu Allah verir, düzdür. Görürsünüz, Allah özü gətirib sizə ruzu vermir ki. Allah kiminsə əli ilə sizə gətirib ruzu verir. Baxın, həkim belə bir məna götürək də, sizin qandığınız dildə deyək də, həkim deyək ki, Allahdır. Məcazi mənada deyək ki, Allahdır. Bax, həkimə gedirsən, deyirsən, məsəl üçün başım ağrıyır. Həkim gəlib başı və əlvi çəkir, deyir, ey mənim xəstəm, sağal ginən. Görsən, həkim də dərmanı vəsilə seçir ki, dərman yazır, deyir ki, get aptekdən o dərmanı al, həmin o dərmana mən şəfa mənbəyi vermişəm. Həkim deyir, get onu al, sənin başın sağalacaq. Və ya başqa bir həkim, məsəl üçün, başqa bir xəstəliklə gedirsən, həmin o xəstəliklə həkim görürsən, özü gəlib əlini çəkib demir ki, ay mənim xəstəm, mən sənə əlimi çəkdim, get şəfa tap ginən. Görürsən, onu da həkim yazır ki, resepti yazır, get dərmanı al, iç. Bax, Musa Peyğəmbər, siz hamısı, biz, onlar o cahil şiələrlə alim şiələri qarışdırırlar, bayraq tuturlar. Düzdür, bax, məsəl üçün, Mir Möhsün ağanın ziyarətinə gedirlər. Mir Möhsün ağanın ziyarətinə və ya başqa ziyarətlərə. Cahil gedir ki, ya Mir Möhsün ağa, mənə ver. Çünki cahildir, bilmir. Onu da Allah qəbul eləyir. Orada sadəcə belə dua eləmək lazımdır ki, Allah Mir Möhsün ağanın xətrinə mənə ver. Başa düşdünüz? Yəni, yenə deyirəm, bax, dünyada nə qədər
məsəl üçün otpərəstlər, bütpərəstlər, inəkpərəstlər, nə bilim, hər bir pərəstlər var. Sizin ibadət elədiyiniz, o xidmət elədiyiniz xristianlar İsa peyğəmbəri Allahın oğlu hesab eləyirlər. Məsəl üçün Üzeyr peyğəmbəri yəhudilər Allahın oğlu hesab eləyirlər. Onlar Allaha şərik qoşmurlar. Allah İxlas surəsində deyir ki, Allah doğmayıb, doğulmayıb. Yəni nə doğub, nə doğulub. Nə də doğuzdurur. Məsəl üçün gərək arvadı ola ki, Allahın ya özü doğmalıdır, ya da ki arvadı olmalıdır ki, onu doğuzdursun. Düzdür? Başa düşdünüz? Bəsdirin bu şiyələri az qırın, yazıqdılar o şiyələr. Başa düşürsünüz? Mən bilirsiniz, elə hərəkətlər eləyirsiniz. Bax peyğəmbərin vaxtında hamı kafir idi də, düzdür? Hamı kafir idi peyğəmbər. Peyğəmbər qılıncını tuturdu. Ey kafirlər, gəlin sizi öldürüm. Gəlin sizi öldürürüm ki, mənim dinimi qəbul eləyin. Görürsünüz, əgər düz adamsızsa, peyğəmbər kimi çağırın. Məsəl üçün, kimi görürsünüzsə, xoş sifətinizlə dinə dəvət edin. Allah Quranda deyir ki, məsəl üçün, kafirləri, sizi ilə vuruşan kafirləri orada nəzərdə tutur. Yalandan kafirləri harada tutdunuz, öldürün, yox. Sizi ilə vuruşan kafirləri öldürün. Yəni, sizi ilə kim vuruşursa, onlarla vuruşun. Yoxsa gedirlər uşaqları, şiyələrin uşaqlarını, məsəl üçün, qadınlarını öldürürlər ki, biz haqq yoldayız. Siz haqq yolda deyilsiniz, bədbaxtlar. Siz haqq yolda deyilsiniz. Gedirlər Mir Möhsün ağanın ziyarətinə və ya kiminsə ziyarətinə gedəndə alim deyir ki, Allahım, onun xətrinə mənə vercinən, onun xətrinə. Və ya, məsəl üçün, gəlin bir dənə də sizin qandığınız, başa düşdüyünüz dildə deyim də, bax, bir rayonun, məsəl üçün, icra hakimiyyətinə gedirsiniz. Gedən kimi qapını tez açırsınız, girirsiniz qəbuluna, görürsünüz, kiminsə vasitəsilə həmin o icra hakimiyyətinin qəbuluna düşürsünüz. Və ya məsəl üçün polis idarəsinə gedirsiniz və ya hər hansı bir yüksək vəzifəli bir yerə gedirsiniz. Gedən kimi qapını açırsınız, tez girirsiniz həmin o insanın qəbuluna. Görürsünüz, birinci ora girəndə orada mühafizəçi var. Mühafizəçiyə deyirsən ki, mən filan kəsin yanına gəlmişəm. O da kiməsə xəbər verir, o da kiməsə xəbər verir və beləliklə əgər o adam razıdırsa sizi qəbul eləməyə, həmin o mühafizəçinin vasitəsilə siz gedirsiniz onun qəbuluna. Bəs bilirsiniz, o qədər alaqanmaz hərəkətlər eləyirlər ki, o qədər şeyləri o Suriyada, mənim gözəl xalqım, ayılın, heç birisiniz getməyin ora, o yola getməyin. Onlar şirin dillə sizi qəbul eləyirlər. Sonra boynunuza elə haqlar qoyurlar ki, siz o haqlardan çıxa bilmirsiniz. Başa düşdünüz? Yəni, övladlarınızı göndərməyin. Azərbaycanı doğrudan da gələcək təhlükə gözləyir. Azərbaycanı bərbad günə qoyacaqlar. Suriyanın gününə salacaqlar, Liviyanın gününə salacaqlar. Amerika elə belə şey deyil ki, Amerika elə həmin o vahabilərin əli ilə, sələfilərin əli ilə, nə bilim, radikalların əli ilə, hamısı vahabi qoludur. Onların əlləri ilə hamısı bütün müsəlmanları, bütün şiyələri darmadağın elədilər. Onun üçün də mənim gözəl xalqım, övladlarınızı çəkindirin. Bu, Allaha şərik qoşmaq deyil. Şiyələr deyir ki, Allahım, 12 imamın xətrinə və ya 14 məsumun, onda belə çıxır ki, Allah özü düşərdi, deyərdi ki, ay insanlar, mən peyğəmbərimiz, mən sizin Allahınızam, peyğəmbərləri nöş göndərdi, görürsünüz, vəsilə göndərdi, vasitəçi göndərdi dini göndərmək üçün. Ayılın, ay bədbaxtlar, bəsdirin bu şiyələri öldürdünüz, bəsdirin bu şiyələri qırdınız, yazıqdılar, onlar da özlərinə görə insandılar. Onlar da özlərinə görə insandılar. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarımı izləyin. İmkan verməyin mənim gözəl xalqım. İmkan verməyin ki, o övladlarınız getsin vahabi olsun.